sentyabrdan nəzərdə tutulur ki, uşaqların məktəbə getməsi üçün avtobuslar təşkil olunsun. Buna ümumiyyətlə münasibətiniz necədir? Çox gözəl təşəbbüsdür, yəni alqışlayıram, dəstəkləyirəm. Yəni uşaqların rahat gedib gəlməsi üçün çox gözəl addımdır əslində qalsa. Yəni avtobusun təşkil olması yəni ideal bir şeydir yəni. Lap yaxşı, çox rahat olar da hamıya da. Probkalar olmayacaq. Cəmaət hamısı baxırsan ki, məktəb o gözəl şeydir. 100% dəstəkləyirəm. O çoxdan eləməli idilər bunu. Uşaqlar yoldan yığılar, sözün açığı. Valideynlərin nigarançılığı, bir də görürsünüz ki, avtobus olur, olmur, marşrut olur, olmur. Uşaqlar gecə çöllərdə qalır. Yəni valideyn ən azı xaricdə kimi heç olmaya valideyn arxayın olar ki, onun evladı vaxtında gedib, vaxtında gələr. 2025-2026-cı tədris ilindən etibarən məktəbli avtobusu fəaliyyətə başlayacaq. Bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayev məlumat verib. Nazirin sözlərinə görə, layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə tətbiq ediləcək. Hansı məktəbləri əhatə edəcəyi isə hələlik məlum deyil. Pilot layihənin əsas məqsədi yol nəqliyyat sistemində sıxlığın aradan qaldırılmasına töhfə verməkdir. Şagird yaşadığı yerdən təhsil aldığı müəssisə arasında məsafə çoxdur. Belə olan halda artıq məktəbli avtobusla ora daşınma daha münasibdir. Bir çox ölkələrdə bu təcrübə var və bu təcrübədə iki üsuldan istifadə olunur. Bir, konkret olaraq ünvandan daşıma, bir də toplantı məntəqəsindən daşıma. Konkret olaraq bir ərazidə yaşayan şagirdlər üçün müəyyən bir məntəqə ayrıla bilər və həmin deyilən vaxtda şagirdlər orada toplanır və onların daşınması məhz məktəbli avtobusu vasitəsilə həyata keçirilir. Bunun üçün əlbəttə yol infrastrukturu yaxşılaşdırılmalıdır, məktəblərin qarşısından xüsusi avtobus zolaqları salınmalıdır. Qeyd edək ki, layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramında əksini tapıb.